Son illər Tovuz rayonunda əkin sahələrinin vaxtında və normalara uyğun suvarılması məhsul artımına səbəb olur. 2026-cı ilin suvarma mövsümünə də əvvəlki illərdə olduğu kimi hazırlıq işləri görülür. Bu istiqamətdə Dövlət Su Ehtiyatları Agentliğinin tabeliyində olan Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən meliorativ tədbirlər görülür. Bu ilin əvvəlindən indiyədək idarənin mexanizmləri vasitəsilə suvarma kanalları lildən təmizlənib, bununla da su itkisinin qarşısı alınıb və suyun maneəsiz axını təmin edilib. Bundan başqa çay məcralarında da mexanizmlərlə tənzimləmə işləri həyata keçirilib. Kanallar ekskavatorla 40 min kub metr, bulduz ilə çay məcraları 30 min kub metr, əl ilə 250 kub metr lildən 500 kvadrat metr isə çol-çosdan təmizlənmişdir. Bundan başqa 62 ədəd subartisan quyusu cari təmir edilmişdir. Hazırda yanında dayandığımız mənbəyini Axınca çay, Tovuz çay və Ağstafa çay sağ sahil kanalına götürən quşçu arxıdır. Həmin quşçu arxında idarənin texnika və işçi qüvvəsi vasitəsilə lildən və çol-çosdan təmizlənmə işləri görülür. Aparılan kompleks meliorativ tədbirlər fermerlərə imkan yaradıb ki, əkin sahələrindən bol məhsul əldə edə bilsinlər. Dövlətimizi var olsun. 2025-ci il üçün gözəl il oldu, məhsuldar il oldu. Suvarma sistemlərimiz də hər şey qaydasında yaxşı məhsul götürdük. Bizim də kəndimizin dolanışığı bu əkin sahəsindəndir, üzümçülükdür, kartofçuluqdur, taxıldır və yaxud heyvandarlıqdır. Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əkin sahələrini suvarma su ilə təmin edir, yaşayış məntəqələrini sel və daşqınlara qarşı qoruyur, bununla yanaşı əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə fasiləsiz olaraq təminatını yerinə yetirir. İdarə bu istiqamətdə də işlərini tərtib edilmiş tədbirlər planına uyğun olaraq qurub. Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 15.516 abonentə xidmət göstərir. Onlardan 15.184-ü əhali, 332 isə qeyri-əhali qrupuna daxildir. Əhalinin keyfiyyətli, fasiləsiz içməli su ilə təmin olunması məqsədi ilə su xətlərində baş verən qəzalar operativ şəkildə aradan qaldırılır. Rayon üzrə magistral su xətlərinin ümumi uzunluğu 78 km. Daxili payladı şəbəkənin uzunluğu isə 228 km təşkil edir. Kanasiya xətlərinin ümumi uzunluğu 120 km. Bu sahədə istismar, təmir və yenilənmə işləri hal-hazırda davam etdirilir. Qeyd edək ki, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 26046 hektar ərazinin suvarılmasını həyata keçirir. Əsas su mənbələri Tovuz çay, Axınca çay, Zəyəm çay, Əsrik çay, Ağstafa çay sağ sahil kanalı və Kür çayının sağ sahilində inşa edilmiş 3 pilləli nasos stansiyasıdır.